Mənfi rolları ilə tanınan, çox adamın təhqir etdiyi aktyor olan Hiroyuki Tagawa haqqında bugün sizlərə məlumat veririk. Tagawa 1920-ci ildə Tokyoda anadan olmuşdur. Atası Yapon-Amerikalı idi və Amerika ordusunda xidmət edirdi. Anası isə Tokyo əsilli Mariko Hata olmuşdur. Uşaqlığı Amerikanın müxtəlif şəhərlərində keçib. Daha sonralar ailə Cənubi Kaliforniyada məskunlaşır. Tagawa orta məktəbdə aktyorluğa başlayıb, eyni zamanda Yaponiyada mübadilə tələbəsi olub. Ana dili kimi İngilis və Yapon dillərini bilirdi. Həmçinin Rus, Koreya və İspan dillərində də danışa bilirdi. Sonradan Rusiya vətəndaşlığı da almış və Rus Pravoslav kilsəsinə qoşulmuşdu. Aktyorluq sahəsində ən böyük uğuru isə Tokyoda qalmaqal filmi olmuşdur. Bu film ona böyük şöhrət gətirdi. Tagawa 100-dən çox filmdə rol alıb. Tagawa 1984-cü ildə San Diego'dan olan rəssam Sally Phillips ilə evlənib. Cütlük 2014-cü ildə boşanıb. Təxminən 30 il evli qalıblar və 3 övladları olub. Həyat yoldaşından boşanandan sonra güclü insult keçirir və yatağa düşür. Tagawa 2025-ci ildə beyninə qan sızmasından vəfat etmişdir.